Bir psixoloq dindar ola bilər, ateist ola bilər, sağçı, solçu ola bilər. Müxtəlif düşüncədə ola bilər. Yəni bir insan kimi, çünki heç kim ideal deyil, hərənin müəyyən bir görüşləri və yanaşmaları var. Amma bunu insanların gözünə soxmağa çalışmaz. Düşünər ki, müəyyən bir məsələlərə toxunanda bunu toxunmağa ehtiyac varmı? Yəni bunu demək çoxmu önəmlidir? Yəni cəmiyyətin maariflənməsi üçün, cəmiyyətin irəli getməsi üçün. Yəni bunu deyəndə doğrudan nəsə dəyişəcəkmi və yaxud dəyişməsi üçün bir hərəkatın başlanğıcı mı olacaq? Yəni məqsəd nədir? Bu sualı verər. İnanın ki, Avropada, Qərbdə psixoloqlar belə mövzulardan toxunmurlar. Belə mövzulara belə deyə girişmirlər. Çünki hər bir kəsimin inancına, yanaşmalarına hörmət etməyi bacarırlar. Amma öz görüşlərində də qalırlar bir insan kimi. Bu hadisələr, bu söz-söhbətlər mənə bir hadisəni xatırlatdı ki, Karl Jung'a sual verirlər ki, Sigmund Freud sizlə yuxularını danışırdımı və məsləhətləşirdimi yuxu yosunması ilə bağlı? O deyirdi ki, bəli olurdu və jurnalist soruşur ki, deyə bilərsiniz nə yuxular görürdü də Freud? Karl Jung bu suala cavab verməkdən imtina edir və jurnalist soruşanda ki, artıq o həyatda yoxdur. Yəni onun üçün dəyərli olan mövzu olsa belə, yəni fakt o həyatda yoxdur. Yəni bu nəyi dəyişəcək ki? Karl Jung deyir ki, ola bilər ki, o həyatda yoxdur, amma onun üçün dəyərli idi bu mövzu. Yəni ola bilsin ki, Karl Jung, Freud'in nəzəriyyələri, yanaşmaları elmi dünyada hal-hazırda qəbul edilmir. Amma əxlaqi yanaşma bütün insanlar üçün və başda psixoloqlar olmaq şərti ilə hamıya nümunədir ki, dünyadan köçən insan belə olsa, onun üçün dəyərli olan nələrisə müzakirəyə çıxartmadı, onun sirrinin üstünü açmadı. Və yaxud adi bir misal, elmi metodikalarda, sessiyalarda şam yandırmaq deyə bir şey yoxdur. Yəni elmi yanaşmalar bunu qəbul etmir. Amma psixoloqlar bildirir ki, yəni bu etiket qaydalarına uyğundur ki, əgər qarşındakı insan dini inancından və yanaşmalarından asılı olaraq, çünki qərbdə belə insanlar çoxdur, buddistlər, şamla meditasiya edən insanlar, sessiyada qarşındakı insanın istəyinə uyğun olaraq şam yandırmaq olar. Amma yəni bu hər seans üçün keçərli deyil təbii ki, hər insan üçün keçərli deyil. Sadəcə bu nümunəni ona görə çəkirəm ki, psixologiya necə insanların inancına, onların düşüncələrinə uyğun olaraq flexible ola bilir. Tək insana rahat olsun. Bu demək deyil, hər şey edirik ki, insanlara xoş olsun. Yox. Amma insana rahat, təhlükəsiz mühit yaratmaq psixoloqun ən birinci vəzifəsi budur. Nəinki cəmiyyətdə ajiotaj yaratmaq, insanların hələ dünyadan köçən insanın heysiyyatına, onu sevən insanın heysiyyatına toxunmaq.